Avqustun 2-sində Stalin adına Respublika stadionunda Bakının Neftçi ve Tehran'ın Taç komandaları arasında futbol üzrə beynəlxalq dostluq yarışı keçirildi. Respublika Bədən Tərbiyəsi və İdman Komitesi sədrinin mavini İskəndərov qonaqları Bakı zəhmətkeşləri adından salamladı. İran nümayəndə heyətinin başçısı Cənab Qasimi dedi: "Bu görüş xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcəkdir." Oyun başlandı. İlk dəqiqələrdən hər iki komandanın idmançıları qələbə çalmaq üçün çox çalışırlar. Lakin yerli futbolçuların üstünlüyü getdikcə daha aydın nəzərə çarpır. Onlar tez-tez müxtəlif kombinasiyalar düzəldərək rəqiblərinin qapısı ağzında təhlükəli vəziyyət yaradırdılar. Futbol həvəskarları gərgin idman şəraitində keçən bu maraqlı oyunu diqqətlə izləyirlər. Hesab Bakı komandasının xeyrinə 1-ə qarşı 4-dür. Gol! Bu da 5-incisi.